Türkiyə Azərbaycan xalqının etnik dini kimliyini dəyişdirmək və inanclı şiə xalqımıza qarşı ölkəmizdə Vəhhabi toplumu yetişdirmək istəyir. Sona qədər izləsəniz, dediklərimizin şahidi olacaqsınız. Vəhhabilik, ingilislər tərəfindən ərsəyə gələn vəhhabilik, İslam ümmətinin başına gələn ən böyük faciədir. 2014-cü ildə Avqust ayında Suriyaya getmişəm, oradakı cihada qatılmağa, müsəlman bacılarına yardım niyyəti ilə və getdikdən sonra ora Türkiyə geçmişəm, Türkiyədən Carablus şəhərinə, Türkiyə geçmişəm, Türkiyədən Carablus şəhərinə, Türkiyə geçmişəm, Türkiyədən Carablus şəhərinə. İstər qərbdə, istərsə də şərqdə müsəlman və qeyri-müsəlmanların qəlbində İslama nifrət kampaniyası məhz vəhhabilərin törətdikləri cinayətlərin paralelində aparılır. Vəhhabiliyin tam mənada dünyada iç üzünün ortaya çıxması isə Suriya hadisələri zamanı baş verdi. 2013-cü ildə Əbu Səqqar adlı yerli vəhhabi Suriyalı əskəri öldürdükdən sonra ürəyini çıxardaraq dişlərini çəkməyə başladı. Yəni tarix təkrarlandı. Əbu Sufyanın arvadı Hindi də 1400 il əvvəl Peyğəmbərin əmisi Həmzəni şəhid etdikdən sonra ciyərini çıxardaraq dişlərini çəkmişdi. Həmin Hindinin nəvələri bugün onun yolunu davam etdirirlər. Бригады Фарука по прозвищу Абу Сакар. На этих кадрах показать их целиком мы по понятным причинам не можем. Он ножом вскрывает грудную клетку погибшего солдата правительственной армии, вынимает сердце и ест его. Bildiyiniz kimi Türkiyə Azərbaycanda iki topluma sərmayə yatırır: pantürklər və vəhhabilər. Xəbərində gedirik Türkiyəyə, sonra oradan keçdik Suriyaya. Yaşındaydım. Atam dedi ki, gedirik Türkiyəyə. Atam deməmişdi bizi Suriyaya gedəcəyik. Mən bilmirdim hara gedəcəyik. Mən bildiyim tək Türkiyəyə gedəcəkdik də. Atam dedi ki, Türkiyəyə gedəcəyik, istirahətə zada. Getdik. Ondan sonra da Suriyaya girəndən sonra mən deyim, bura Türkiyə deyil də, başa düşdüm. Pantürklərin fəaliyyətlərini sizlər əsasən internet məkanında görə bilərsiniz. Onlar Türkiyə səfirliyindən aylıq maaş alaraq şiələr əleyhinə güclü təbliğat ilə məşğuldurlar ki, buna hər biriniz şahidsiniz. Amma Türkiyənin vəhhabilərə ayırdığı maliyyə yardımı pantürkçilərə ayırdığından 100 dəfə artıqdır. Onlar üçün xüsusi məscid və mədrəsələr açılır və ən əsası isə Azərbaycanın müxtəlif rayonlarında vəhhabilərə hərbi təlimlər keçirilir. Bu şəbəkənin xarici sponsorları da var. Maraqlıdır ki, Suriyada həlak olan vəhhabinin Azərbaycandakı ailəsinə yardım etməyi də unutmurlar. Pantürkizm ideoloji düşüncədən çox patoloji, yəni psixi bir xəstəlik olduğu üçün bu millətçi qara güruh əqidəsiz insanlar hesab edilir. Bunu əlbəttə illərdir biz təkrar olaraq desək də, pantürkizmin sponsorları bizdən daha yaxşı bilirlər. Yəni onlar özləri də anlayırlar ki, bu xəstə toplumun dırnaq arası faydalı iş əmsalı sosial şəbəkələrdən o tərəfə keçə bilməz. Pantürkçilər yalnız bozqurt tuta və uzaq başı dildə hansısa şüar verərək qışqıra bilərlər. Onlar heç vaxt Suriyada, İraqda və digər proksi müharibələrin cəryan etdiyi ölkələrdə vəhhabilərin apardığı hərbi əməliyyatları aparmaq iqtidarında deyillər. Amma Amerika, İsrail, Ərəbistan, məxsusən də Türkiyə üçün Əfqanistan, Pakistan, İraq, Suriya və sair ölkələrdə vəhhabi təcrübəsi olduqca çoxdur. Misal olaraq bunu deyə bilərik ki, Suriyada müxalifət Azad Suriya ordusunu yaradan zaman bu təşkilat vəhhabilərdən ibarət deyildi və ASO rəhbərləri istədikləri effekti öz əskərlərindən ala bilmirdilər. Çünki orduya üzv olanların əksəriyyəti eynilə pantürkçülər kimi döyüşdən və ölümdən qorxan, məqsəd və hədəfsiz insanlar idilər. Bu zaman Azad Suriya ordusunun tabeliyində Tohid briqadası yaratmağa qərar verildi. Bu briqadada əsas aparıcı qüvvə Ərəbistan və Türkiyədə vəhhabilik dərsi alan təkfirçilər idi. Məhz onların sayəsində Azad Suriya ordusu Bəşər Əsəd qüvvələri üzərində qələbələr əldə edə bilirdilər. Türkiyənin Azərbaycandakı əsas planı gələcəkdə baş verəcək Osmanlı Səfəvi müharibəsində Səfəvi şirlərin önünə çıxaracaq adam yeyənlərinin olmasıdır. Türkiyə yaxşı başa düşür ki, evdə arvadının əlindən televizorun pultunu ala bilməyib, İrandan Təbrizi almaq istəyən pantürkçülərin əli ilə heç bir şeyə nail ola bilməyəcək. Bunlar əvvəldə də qeyd etdiyimiz kimi manipulyasiyaya və beyin yumada istifadə olunan salfet trollardan başqa bir şey deyillər. Buna görə də Türkiyə Azərbaycanda vəhhabilik təbliği ilə kifayətlənmir, həm də xaricdən missioner və terrorçu vəhhabiləri Azərbaycana daşıyır. Bunların bir qismi muzdurlara təlim verir, bir qismi isə
isə xalq arasına qarışıb təbliğat aparır. Bu şəkildə gördüyünüz gənclərin tutduğu işarəyə diqqət edin. Bu Erdoğanın Şimon Pereslə 50-50 vurmamışdan əvvəl tutduğu Rabiə işarəsidir. Bu işarə 4 xəlifə və 4 məzhəbə işarədir. O 4 məzhəb ki, heç vaxt heç biri Azərbaycanda mövcud olmayıbdır. Kimsə düşünə bilər ki, Azərbaycanda sünnilər olub. İndi də var. Bəli, elədir. Amma bu sünnülük heç vaxt etnik sünnülükdən o tərəfə keçməmişdir. Bizim ölkənin sünni xalqı heç vaxt Hənəfi, Həmbəli, Maliki və Şafii nədir bilməyiblər. El dilində desək, onlar məşədə gedən aşurada sinə vuran sünnilər olublar. Bu cibində misvaq gəzdirən, bığı qırxıq, balağı qısa ideologiya sahibləri ölkəmizə ayaq açandan sonra sünnülük adı altında xalqımıza təbliğat etmədikləri ideologiya qalmadı. Gah özlərini əhl-i sünnə, gah əhl-i sünnə vəl cəmaat, gah sələfi, gah da nurcu deyərək gənclərimizin beynini yudular. Bütün bu təbliğatların kökündə xalqımızı imamət məktəbindən ayırmaq dayanır. Bunu biz demirik. Hələ 30 il əvvəl cami adı altında Vəhabi hocalarını Azərbaycana dolduran Türkiyənin mənfur planını Baba Pünhan görür və harda bir cami yapır, tez ora dürtür hocasın ki, imamdan ayırıb döndərə imanımızı deyirdi. 30 ilin bəhrəsi bu gördüyünüz sələfi narkocihad təfəkkürlü Erdoğan aşıqı olan gənclərdir. Artıq etnik və dini dəyişim başlayıb və şiə talış zonalarına sünni adı altında Vəhabilərin yerləşdirilməsi bu dəyişmə bariz nümunədir. Azərbaycan hakimiyyətinin arada bir meşə qardaşları əməliyyatı, hansısa işitçini həbs etməsi sizi çaşdırmasın. Həbs olunan Vəhabilərin ailələrində dediyi kimi, bu ancaq dövlətin gözdən pərdə asmaq və antiterror əməliyyatları təşkil edirmiş kimi görünmək cəhdlərdir. Həmin Vəhabi ailələrinin öz dərdlərini Türkiyə səfirliyinə bildirməsi isə məsələyə bütün bu danışdıqlarımızdan daha çox aydınlıq gətirən amildir. Yəni zərrə qədər təhlil qabiliyyəti olan insan təkcə bu hadisəni analiz etməklə bizim bu danışdıqlarımızı özü anlaya və müstəqil şəkildə bizimlə eyni qənaətə gələ bilər. Son olaraq bir məsələyə səthi şəkildə toxunmaq istərdik. Erdoğançılarla baş-başa verib pan-türkçülük edən ziddi vilayətçilərin nəzərinə çatdırmaq istəyirik ki, sahib olduğunuz ideologiya sizə sünnilərlə vəhdəti qadağan edir və sünnilərlə vəhdətin tərəfdarı olduğumuz üçün bizə düşmən kəsildiyiniz halda Türkiyə və Erdoğanla eyni səfdə durmağınız və bir millət iki dövlət kimi sərsəm şüarlar səsləndirməyiniz çox gülüncdür. Məgər sizlər Fələstinlilər sünnüdür, onlara nə olursa əcəb olur deyən kəsim deyildinizmi? Ümumiyyətlə sizlər bütün şüar və sözlərinizin üstündə Made in İsrail emblemini görmürsünüzmü? İslam hökuməti qurmaq olmaz, zülmlə mübarizə aparmamalıyıq. İmam gəlib özü zülmlə mübarizə aparacaq. Zülm çoxalmalıdır ki, imam gəlsin. Sünnilərlə vəhdət haramdır. Turan birliyini İranın gözü götürmür, bir millət, iki dövlət və s. Həqiqətən bu şüarlarınızı bir yerə toplayıb analiz etsəniz, nə qədər paradoksal bir əqidəyə sahib olduğunuzu görər və bütün sözlərinizdən İngilis tərinin iyi gəldiyini anlayardınız. Yaxşı düşünün, vilayət fəqih hökumətindən tam bir İslami sistem deyil deyərək üst çevirdiyiniz halda vilayəti Erdoğan və vilayəti İlham hökumətini hansı məntiqlə dəstəkləyirsiniz? Barack Obama və Şimon Peres ilə 50-50 vuran itlə oynayan, kibariyeni maç edən Erdoğanın qurduğu hökumət daha mı İslamidir? Ya Peyğəmbər nəvəsinin qəbri olan kənddə erməni zaranı gətirib dalını xalqa göstərən, öz qızlarını və arvadını soyundurub, sizin də hicablı arvadınızdan vəsiqə alarkən soyunmasını tələb edən İlhamın hökuməti daha mı İslamidir?